Birinci söz, bir inci söz. Bismillah. Rəhman və Rəhim olan Allahın adıyla. Allahın salamı dünya müsəlmanlarının üzərinə olsun. Mən dünyanı belə gördüm. 1-dən 200-ə qədər səsli kitablar. 31-ci kitab. Bir söhbət, bir xatirə, bir hekayə. Bir söhbət. Tənhalığın hər rəngi. Bu dünyada bugün mənim dəqiq bildiyim bir şey var ki, biz heç zaman tək olmadıq. Odur ki, başının üstündə Allahın var olduğunu qəbul edən mömin bir insan əslində tənhalıqdan bəs etməməli, bir susuz səhrada, bir çöllü biyabanda tək qalsa da, özünü əsla tənha hesab eləməməlidir. Çünki mömin ona görə mömin olur ki, ən başda Allahın varlığını qəbul edir. Bu baxımdan mömin insan tək ola bilməz. Təklik yalnız Allaha məxsusdur. İnsanoğlu unutmamalıdır ki, bir o var, bir də başının üstündə Allah var. Mömin insanın özünə tənhayəm deməsi bir növ Allahın varlığını şübhə altına alması qədər böyük günahdır. Çünki Allah Quran-ı Kərimdə bizə xitab edərək qullarıma şah damarlarından da yaxınam buyurmuşdur. Demək ki, inanan insan heç vaxt tək deyil. Bir o varsa, bir də Allah var. Hələ bir də ətrafında xeyirli övladlar, gül üzlü nəvələr varsa. Elə oldu ki, biz həyatımızın bir dönəmində yaşayış yerimizi kökündən dəyişməli olduq. Yəni bir küçədən o biri küçəyə deyil, bir şəhərdən o biri şəhərə deyil, ümumiyyətlə doğma vətənimizdən köç edib getdik, qürbət ellərdə Meksikən salmalı olduq. Əgər bir gün bu yolun bizi xeyrə mi caladığının, yoxsa ziyana mı qıratdığının hesabına aparmalı olsaq, heç şübhəsiz ki, bu addımın bizə ölçüyə gəlməyəcək qədər böyük bir xeyir gətirdiyini deməliyəm. Ancaq bunu ona görə deməyəcəyim ki, biz burada heç bir şeydən ehtiyac çəkmədən hər cür şəraitimizi qurub rahat yaşayırıq. Halbuki bu da bir həqiqətdir ki, biz burada hələ ki heç bir şeydən sıxıntı çəkmədən rahat yaşayırıq. Ancaq yenə də əsas məsələ bu deyil. Çünki bizim ən böyük qazancımız bundan çox önəmli hesab elədiyimiz başqa bir şey oldu. Bizim ən böyük qazancımız nəhayət bir gün dinə, imana gəlməyimiz oldu ki, Allahın nuru da bizim gözlərimizi məhz buralarda açmış oldu. Demək ki, qismət bu günlərə imiş. Başqa bir dinə məhsub olan insanların arasında Allahı tanımağımız, Quranla yaxından tanışlığımız nə qədər qəribə görünsə də, məhz bu insanların bizi öz adımızla çağırması sonunda bizi öz dinimizə qaytardı ki, bu da bizim ən böyük qazancımız oldu. Qəribədir ki, müsəlman ölkəsində doğulub böyüdüksə də, ölkəmiz o vaxtda yalnız sözdə müsəlman ölkəsi idi. Bugün də dindən, imandan uzaq olaraq qalır. Çox böyük təəssüf hissi ilə etiraf eləməliyəm ki, biz vətənimizdə illərlə dinsiz, imansız bir həyat sürdük. Ömrümüzün ən gözəl illərini Allahı tanımadan yaşadıq. Getdiyimiz yolda ağıl və zəkamızı idarə edən saxtakar rejimlər də günahlarla dolu oldu. Ancaq işə bax ki, yad bir mühit bizi dinimizə, imanımıza, Allahımıza qaytardı. Biz burada yavaş-yavaş arındıq, durulduq, sözün əsl mənasında bir müsəlman olduq. Səbəb o deyil ki, yad ölkələr bizi müsəlman kimi görmək istəyirdi. Yox, səbəb o idi ki, bu yad yerdə heç kimin istəmədiyi bir yolu tutmağa məcbur edən olmadı. Biz ilk dəfə onların qarşısında özümüzə müsəlman deyəndə çox utandıq. Çünki bizim haqqında heç bir məlumatımız olmayan müsəlman dinini onlar illərlə Quran kitabdan oxuyub öyrənmişlər. İşin əslini də onlar bizdən qat-qat yaxşı bilirdilər. Cəmiyyətlərində fərqli din mənsublarına da yer ayırmaq kimi bir seçənəyə məruz qaldıqları zamanlardan bəri onlar ərinməmiş, hər din haqqında samballı biliklərə sahib olmağa başlamışdılar. Həm də bu yolda ən doğru biliklərə ulaşmışdılar. Yerli toplumun insanları müsəlman olmağa can atmasalar da, bütün başqa dinlərə də sayğı göstərməyi, onlara təzyiq etmədən rahat buraxmaq yolunu seçmişdilər. Avropanın irili xırdalı hər bir şəhərində möhtəşəm arxitekturaya malik olaraq inşa edilmiş camilər buna sübut ola bilər. Bu camilərin sayı da ildən ilə artmaqdadır. Mömin insanın şuuru yaxşını da, pisi də dəqiq ölçən bir tərəzidir həm də. Biz də yad ellərdə yaşadıqca hər şeyi görür, ölçüb biçirdik. Uzun illər yaşadığımız bu yad elli cəmiyyətdə biz
bir müsəlmanın nə ibadətinə, nə də geyim keçiminə bir qarışan görmədik. Siyasi tribunalardan hər zaman bunların əksi yayınlansa da, bu yayınlananlar heç vaxt həyatın içində özünü əks etdirmədi. Biz də təxmin edirdik ki, onların ürəklərində başqa fikirlər, başqa niyyətlər gizlənmiş ola bilər. Ancaq bizim üçün önəmli olan onların bizə qarşı bir dözümlülük göstərməsi idi ki, biz də bu durumdan istifadə edərək onların ürəklərindəki kini, küdurəti əritməyə çalışacaqdıq. Biz bu niyyətimizi də yalnız daşıdığımız İslam dininin gözəlliyini onlara göstərməklə həyata keçirdəcəkdik. Ən doğru yol da bu olacaqdı. Çünki biz görür və anlayırdıq ki, onlar dünyanın qəliz siyasətlərindən, qarışıq planlarından yorğun düşmüş bədbəxt millətlərdir. Halbuki Allahın yaratdığı dünyada həyatın doğruları hər zaman sıradan insanların bir toplumda yan-yana, bir-birinə sayğı göstərərək yaşatmasını əks etdirən tablolarla dolu olmalı idi. Bir kişi xeylağının saqqalının uzun olması, bir qadının da başının təsəttürlə örtülü olması əslində bu cəmiyyətdə heç kimə bir problem yaşatmırdı. Başlarına qara corab keçirdərək ortalarda bu şəkildə dolaşan indusların, yaxud da birçəklərindən burulmuş saçlar sallanan yahudilərin qəribə görünüşü də bu cəmiyyətlərdə heç kimi, heç diqqətini də çəkmirdi. Onlar bu qəribə rejimlərə çoxdan alışıq idilər. 70 ildən yuxarı ölkələrində bu cür fərqli toplumları gördüklərindən onlar daha heç bir geyim keçmə, heç bir din fərqinə ögey münasibət bəsləmir, hər şeyi normal qəbul edirdilər. Əslində ölkələrində məskunlaşan bu fərqli toplumlar onların bizə görə çox cansıxıcı olan həyatlarına rəng qatan önəmli bir əmsala çevrilmişdi. Belə olan surətdə biz də öz seçimimizi elədik, dinimizə sahib çıxdıq, əsl müsəlman olmağa qərar verdik. O gündən biz müsəlman adını layiqincə üstümüzə almaq üçün bütün gücümüzü səfərbərliyə aldıq. Yadıma gəlir ki, hələ vətəndə yaşayırkən haqqında müxtəlif şairlər dolaşan Quran kitabını bir-iki dəfə oxumağa çalışmışdım. Ancaq nə var ki, mən də o vaxt cahil idim, bu kitaba şübhə ilə yanaşmışdım, ona indiki kimi güvənməmişdim. Kitab da mənə qəliz məzmunlu, çətin anlaşılan bir mətn kimi görünmüşdü. İndi anlayıram ki, Quran kitabı sadəcə mənə açılmamışdı. Sonradan biz dinə imana gəldik, Allaha iman etdik, Qurana ürəyimizi açdıq, sevgimizi irəli buraxaraq Quran kitabını yenidən oxumağa başladıq. İçimizdən ona inanmaq, onu anlamaq gəlirdi deyə oxuduqca gözlərimizdən pərdələr çəkilirdi. Biz Quranı məmnuniyyətlə oxumağa başladıq. Onun hər kəlməsini anlayaraq, həyatımıza qataraq yaşamağa başladıq. O gündən də Quran bizim yaşam tərzimiz oldu. Bizə yol göstərən, yolumuza istiqamət verən, həyat kurallarımızı belirləyən bir qanun kitabı oldu bizim üçün. Bu kitab əslində Allahın bütün insanlıq üçün tərtib elədiyi qanun kitabıdır. Əgər aradan keçən əsrlər içində bütün insanlıq bu kitaba güvənsəydi, həyatını o kitaba yazıldığı kimi sürdürsəydi, dünya da bir vulkan kimi daima qaynamaz, bir yanar dağ kimi durmadan od püskürməzdi. Allahın sözünü bizlərə ulaşdıran, Allahın qoyduğu şərtləri bizlərə çatdıran bu mübarək kitab getdiyimiz yolların bizi hansı sonluqlara apardığından da bizi xəbərdar edirsə, heç olmasa özünə müsəlman deyən insanlar bir nəfər kimi Quran kitabına sarılmalı, onu oxumalı, ona əməl eləməlidir. Çünki hələ imtahanların ən böyüyü bu imtahanlar dünyasının sonunda bizləri gözləməkdədir. Qismət bizi vətəndən uzaqlaşdırdı, biz də həyatımızı yeni məkanda, yeni şərtlərlə davam etdirməyə başladıq. Aradan zaman keçdikcə biz dəyişirdik. Geridə buraxdığımız həyatımıza yenidən baxdıqca xəcalət çəkir, hər addımda əski vərdişlərdən, yaşam tərzindən arınmağa qeyrət edirdik. Nəhayət müəyyən bir vaxtdan sonra keçmiş həyat tərzimizə tövbə edərək tamamilə yeni bir insan kimi Allahın yoluna qədəm qoyduq. O günə şükürlər olsun ki, həmin gündən tək arzumuz bir gün zamanı gələndə Allahın huzuruna çıxmaq, həm də alnı açıq, üzü ağ çıxmaq oldu ki, belə bir yolun sonu Allahın bizlərə vəd elədiyi kimi inşallah cənnətdir. Aradan keçən zaman kəsmində biz ailecə bu həyatın filtrindən keçdik, müəyyən qədər təmizləndik, müəyyən qədər paklandıq. Bəlkə hələ ortada lovğalanmağa elə bir əsasımız yoxdur. Gerçi dərdimiz də bu deyil. Ancaq hər zaman yadımızdadır ki, bizim keçmiş günahlarımızdan təmizlənmək,
yolunda hələ çox işimiz var. Belə düşündüyümüz üçün artıq hər sözümüzə, hər hərəkətimizə diqqət edərək yaşamaq bizim həyat normamıza çevrildi. Bu yoldan sapmamaq üçün biz gündə 5 dəfə namaz qılır, namazı qılarkən də bu çətin yolda Allahdan yardım istəyir, güc-qüvvət diləyirdik. Mömin insanın həyatı o 5 namazın aralarında boş buraxılmış kimi görünsə də, hər zaman Allahın diqqətində olan ömür parçalarından ibarətdir. Biz ailecə belə bir həyatı bizə nəsib elədiyinə görə Allaha şükürlər edir, bu yolu tutduğumuzdan da çox böyük məmnunluq duyuruq. İmana gəldiyim o gündə mən də Qurana sarılaraq Allaha ibadət etməklə həyatımın bu qədər qismini Allahdan uzaq bir müddətdə ya bilərəkdən, ya da bilməyərəkdən buraxılmış günahlarıma tövbə edərək yaşamağa başladım. İnşallah Allah mənə yetərincə güc-qüvvət verər, mən də bu yolu ömrümün sonuna kimi bu qayda ilə davam etdirə bilərəm. Və bütün bunlara baxmayaraq, tənhalıq deyə bir şey də var bu dünyada. Tənhalıqdan danışmaq istəyirəm. Sözümün canı tənhalıqdır. O tənhalıq ki, Allahın bir an belə məni unutmadığını bildiyim halda, yenə də evimdəki 4 divarın arasında özümü dünyada tək tənha hesab elədiyim anlar da olur. Fəqət bir şey də anlayıram ki, bu bir cəza deyil, bu bir qismətdir. İki insandan birinin gedişindən sonra o birinin çəkməli olduğu tənhalıq. Bu tənhalıq artıq yolunun sonuna kimi belə davam edəcək. Övladlarımızdan ayrıca bir evdə, yoldaşımla ikimizin illərlə baş-başa yaşadığımız o evdə həyatı paylaşdığım bir insanın vəfatından sonra çox fərqli bir həyat yaşamağından bəhs edəcəyim insanlara. İki insanın bir evdə yaşaması ilə tək qalmış bir insanın yaşamındakı fərqi anlatmağa çalışacağım. Səbəbini bilməsəm də buna bir ehtiyac duyuram. Sanki kimisə duyuq salmaq istəyirəm. Sanki kimisə bu durumdan xəbərdar eləmək istəyirəm. Dostlar, bir-birinizi buraxıb getməyə tələsməyin, ha. Sonrası çox zor olurmuş. Mən çəkirəm, çəkdiyim üçün də bilirəm. Sizin də xəbəriniz olsun. Tənhalıq çox zordur. Geç qalmadan bir şey də qeyd eləməyə tələsirəm ki, mənim yazdıqlarım sırf mənim kimi yaşlı, ömrünün çoxu gedib azı qalmış insanların yaşaya biləcəyi əslində normal şeylərdir. İnsanlar gedərkən cüt-cüt getmirlər, tək-tək gedirlər. Gənclər də bu məsələni belə bilsinlər və özləri üçün dərs çıxartsınlar. Gəncləri Allah qorusun, gəncləri Allah ayırmasın. Gənclərin müştərək həyatı bir əsrə bərabər olsun inşallah. Gənc cütlüklərin uzun ömür sürüb qoşa qarması Allahdan dilədiyimiz ən böyük təmənnamızdır ki, mərhəməti çox geniş olan Allahımız da bütün anaların buna bənzər dualarını qəbul buyurar inşallah. Mən isə tənhalıq haqqında fikrimi anlatmağa davam edirəm. Normal bir ailədə ərlə arvadın birlikdə ömür sürməsi nə qədər tartışmalı, səsli-küylü keçirsə də, biz bir şeyi anlamağa gec qalırıq. Sən demə, məhz elə həyatımızın belə keçməsi bizim qazancımız imiş. Çünki irəlidə bir gün həmən o evdə təkliyin bizi divara qısacağını, imtihana çəkəcəyini düşünməyə vaxtımız olmur. Ağlımıza da gəlmir ki, istər sevgi dolu mehribançılıqla, istərsə də adi məişət çəkişmələri ilə dolu həyatımız əslində bizi irəlidəki ən çətin imtihandan, tənhalıqdan qurtarılmış olur. Və biz elə bilirik ki, bu sonsuza qədər belə də davam edəcək. Fəqət yanılırıq, həm də çox yanılırıq. Yanıldığımızı da ancaq tənha qalandan sonra anlaya bilirik. Bu elə bir qəliz məsələdir ki, bu yerdə mütləq bir Allah qorusun deyək. Çünki əslində mən özüm də qəbul edirəm ki, başına gəlməyənlər bunu çətin anlayarlar. Ən son günə kimi, hətta o ən sonuncu ayrılıq anına kimi sən hər şeyi başqa cür görür, başqa cür düşünür, başqa cür qəbul edirsən. Yalnız o faciə baş verəndən sonra, hətta o hadisədən bircə an sonra sən hər şeyi lazım olduğu kimi anlamağa başlayırsan. Sanki sənin durduğun yerdə, ayağının arxa tərəfində bir yerdə səninlə daban-dabana gözlə görünməyən bir çizgi var imiş. Başına gələn o faciədən sonra elə bil sənə qəfil bir şapalaq dəyir və sən müvazinəti itirərək o arxandakı çizgini aşırsan. Vəssalam. Bununla da həyatının bura qədərki anlamı bitir, onun yerini yeni bir anlam, sənin bəlkə də ömrünün sonuna kimi alışa bilməyəcəyini başqa bir anlam tutur.
Azacıq özünə gələndə anlayırsan ki, sən artıq cizginin o tərəfindəsən və bir daha bu tərəfə keçə bilməyəcəksən. Çünki olan oldu artıq. Buradan geriyə dönüş yoxdur. Tərəf müqabilinin yoxluğunda keçirdiyin ilk gecədə baş verənləri anlamayacaq qədər reallıqdan uzaqlaşanda sağlam düşüncənin bir də geri gələcəyinə özün də inanmırsan. O faciə ilə gələn dərin bir göynərtinin nə ağlını itirib bayılmağa qoymadığı, nə də qazan boyda olmuş başını yastığa qoyub gözünün acısını almağa imkan vermədiyi bir acı ilə səni sərsəm hala salanda, sən də bu dünyanın bir ucunun dəlik olduğunu tam mənası ilə anlamış olursan. Mən bilmirəm başına gələnlər belə bir vaqiəni necə yaşayır. Mən bilmirəm əgər həyat yoldaşımın yerinə bu dünyadan ilk gedən mən olsaydım, o da eyni şeyləri yaşayardımı? Bilmirəm. Mən ancaq özümün yaşadıklarımı, hiss elədiklərimi, yeni durumun məni necə idarə elədiyini həm özüm anlaya bilirəm, həm də bütün bu yaşadıklarımı necəsə anlada bilirəm. Bax bu sözü çox doğru dedim. Yeni durumun məni idarə etdiyini. Bəlkə də bu böyük həcmli mətnin içində ən doğru, ən dəqiq söz bu olacaq. Yeni durum məni idarə edir. Alışdığım bura qədərki həyatımda bir gün bir qəfil durumum dəyişdi və bu yeni durum mənim bütün ixtiyarımı əlimdən aldı, məni idarə eləməyə başladı. Həmin gündən, hətta həmin andan mən başqa cür yaşamağa başladım. Elə ilk gündən ömrümdə ilk dəfə çox qəribə bir şey hiss elədim. Sanki çiynimdə oturan mələklərdən əlavə bir də kürəyimin ortasına bir ölüm mələyi qondu. Bu qəribə hiss tezliklə məni öz əsarətinə aldı və mənim həyata və həyatda olan hər şeyə baxışımı dəyişdi. Hətta belə deyə bilərəm ki, o andan mən bu dünyaya da, bu dünyada olan hər şeyə də onun gözü ilə baxmağa deyil də, sanki onun beynimə yeritdiyi fikirlərin içindən baxmağa başladım. Bilirəm ki, bu söylədiklərim çox qəliz oldu. Ancaq mən bunu başqa cür necə deyəcəyimi də bilmirəm. Düzü də budur ki, mən belə bir hissin təsiri altında yaşamağa davam edirəm. Kənardan bəlkə də mənim hərəkətlərimdə gözlə görüləcək heç bir dəyişiklik yoxdur. Mən hər zaman elədiyim hərəkətləri edirəm, eyni cür yaşayıram. Ancaq mən özüm bilirəm ki, eyni şeyləri eləsəm də, hər bir hərəkətimdə münasibətim dəyişib. Əlimi nəyə uzatsam, həmən geri çəkirəm. Sanki kimsə qulağıma deyir, qoy yerinə, nəyinə gərək? Sən onsuz da bu dünyada müvəqqətisən. Ömründən nə qalıb ki? Bu dünyada müvəqqəti olduğumu hər kəs kimi mən də bundan əvvəl də bilirdim. Ancaq indi sanki bu xəbərdarlığı mənə kimsə başqası, boynumun ardında oturub hər şeyə nəzarət edən başqa biri deyir. Buna nə ad verim bilmirəm. Ancaq bu hiss artıq mənə qəribə də gəlmir, yad da gəlmir. Sanki artıq mənimlə eyniləşib. Hər yerdə öz sonumu görürəm deyim, yoxsa sonumun gələ biləcəyini gözləyirəmmi deyim, bilmirəm. Yoxsa sonumu gələ biləcəyini düşünürəmmi deyim. Yox, hiss elədiyim bu deyil. Mən əslində bəlkə də sonumun gələ biləcəyini sadəcə xatırlayıram. Bax, bu doğru seçilmiş söz oldu. Mən əlimi uzadıb bir şeyi almaq istəyəndə də, bir yerə getmək istəyəndə də, bir iş görmək istəyəndə də, ən yaxın zamanda, bəlkə də elə o gün, bəlkə elə o an sonumun gələ biləcəyini xatırlayıram. Sadəcə xatırlayıram. Kürəyimin bir yerində özünə geriləyib oturan hər kimdirsə, o da mənə bunu xatırladır sadəcə. Sonum gələ bilər çünki. Mən bunu xatırlayıram, bunu anlayıram. Bu duruma görə də eləmək istədiyim hər nədirsə, onu yersiz hesab edərək vaz keçirəm. Onu da bilirəm ki, bu bir qorxu deyil, bu bir səfərbərlikdir məncə. Çünki gənclikdə gerçəkdən ölümdən qorxardım. Ancaq o vaxt hiss elədiyim ölüm qorxusu çoxdan öz mənasını dəyişib. Artıq ölümdən o dərəcədə qorxmuram. Yəni insanın gözünü yumub bu dünyadan yox olması o qədər də qorxulu bir şey kimi gəlmir mənə. Məncə əsl qorxulu olan ondan sonra yaşanacaq şeylərdir. Bir şey ki, hər kəs üçün, hər şeydə o andan sonra başlayacaq. Mizan tərəzi qurulacaq, əməllərimiz ortalığa töküləcək. Kimin cənnətə, kimin cəhənnəmə gedəcəyi də orada bəlli olacaq. Həm də düşünün ki, o iki başlanğıcın hər ikisi də sonsuz olacaq. Yəni cənnət də, cəhənnəm də sonsuza qədər davam edəcək. Allahın izni ilə biz bunu belə bilir, buna inanırıq. Mən ağlımla, aydın zəkamla qəbul edirəm ki, hiss elədiklərimin, özümü aparmağımın, hər şey yerli yerinə qoymağımın doğru adı səfərbərlikdir. Mən özümü səfərbər edirəm. Çünki unutmuram ki, bir an öncə sonum gələ bilər.
Belə düşündüyüm üçün artıq bu həyata aid olan çox şey mənim üçün öz mənasını itirmişdir. Bu yaşda, həm də bu durumda dünyəvi şeylərə qarşı belə laqeyd münasibət bəsləmək çox normaldır məncə. Anlayıram ki, mənim artıq daha çox o dünyanı düşünən, o dünyada mənə lazım olacaq, yardıma gələcək şeylərlə məşğul olan vaxtımdır. Necə olsa, deyildiyi kimi bir ayağım çuxurdadır. Qeyd eləməliyəm ki, həyatdakı hər şeyə qarşı bu cür dəyişik bir mövqe tutmağım mənim daxili dünyamda hər kəsdən gizlin baş verən şeylərdir. Özüm bəhs etməsəm heç kim də bilməz. Digər ki, içimdən bunları anlatmaq gəlir. Bəlkə kiminsə bir işinə yarayar. Kiminsə. Həyatda tək qaldığım ilk gecə hamıdan məni yalqız buraxmalarını istədim. Filmlərdə çox görmüşdüm, ancaq dərdli insanların niyə yalqız qalmaq istədiklərini anlamamışdım. Bir gün başıma gəldi, anladım ki, doğru imiş. Məhz belə günlərdə insanın tək qalmağa ehtiyacı olurmuş. Acının ən kəskin, ən təzə olduğu zaman insan gerçəklərlə baş-başa qalmaq, bu olanları qəbullənmək üçün hər kəsdən gizlənmək, təkliyə sığınmaq istəyərmiş. Mən də o gecə təkliyə sığındım. Gecə yarısı hamını yola salıb, səhərə kimi ürəyimin yanğısını söndürməyə çalışdım. Evimdə tək qaldığım o ilk gecəni ertəsi günü övladlarım başıma toplaşıb, bundan belə onlardan biri ilə yaşamağı təklif edəndə mən bu təklifi qəbul eləmədim. Onlardan xahiş elədim ki, bu mövzuda məni əsla zorlamasınlar. Mən tək yaşamaq istəyirəm. Bundan sonra tünlükdə yaşaya bilməyəcəyimi, başımın səs götürmədiyini bəhanə edərək onları bu fikirlərindən vaz keçirdə bildim. Doğrusu da bu idi ki, mən artıq ayrı yaşamağa alışmışdım. Özümün bir düzənim var idi. Hər şəraitim, maddi imkanım da yerli yerində idi. Bir də yenidən başımı colma-cocuğun içinə soxa bilməzdim. Vəziyyət belə olunca ilkin olaraq çox mühüm hesab elədiyim bir məsələni yoluna qoymağa, yavaş-yavaş ehtiyat tədbirlərimi həyata keçirməyə başladım. Əvvəlcə evimin bütün giriş-çıxış açarlarının ehtiyat nüsxələrini kəsdirib oğullarıma verdim. İndi hər evdə mənim giriş qapımın və mənzilimin açarları var idi. Mən nə vaxt öləcəyimi bilmirəm. Mənim harda, hansı şəraitdə öləcəyimi də ancaq Allah bilir. Lakin mən bir gün öləcəyimi bilirəm və bu sonumun bir gün bəlkə öz evimdə təklikdə gələ biləcəyini fərz edərək, ancaq belə bir durumun tədbirini ala bilərdim ki, bu tədbiri də aldım. Övladlarıma da vəsiyyət elədim ki, əgər günlərin bir günü uzun-uzadı telefonlarınıza cavab verməsəm, gəlib öz açarlarınızla qapını açın, mənim vəziyyətimi yerimdə yoxlayın. Bu sözlərimlə onlara necə bir ağrı yaşatdığımı anlasam da, onları bu mövzuda çox soyuqqanlı olmağa, vəsiyyətlərimə də birə-bir uymağa çağırdım. Heç şübhəsiz ki, onlar da artıq anlayırdılar ki, bu mənim söylədiklərim əslində bir daha təkrarı olmayacaq vəsiyyətlərimdir. Allah onlardan razı olsun ki, hər sözümü lazım olduğu kimi anlayır və qəbul edirlər. Nə vaxt, harda, hansı şəraitdə öləcəyimi bilməsəm də, ürəyimdən həyat yoldaşımın yanında dəfn edilmək keçir. Bunun üçün dua da edirəm. Əvvəla həyat yoldaşları yan-yana dəfn olunsa daha doğru olar. İkincisi də yoldaşımı bu qürbət eldə tək qoymaqda ürəyimə ağır gəlir. Biz bu yola birlikdə çıxmışdıq. Qismətdə qürbət eldə əbədi məskən salmaq varmışsa, yan-yana məskunlaşmaq daha uyğun olardı. Yoldaşımın məzarına qulluq edincə, oranı gül çiçəyi bürüyüncə, mən o yeri əməlli başlı sevmişəm də. Ancaq nə var ki, bu işlərə Allah baxır, Allah qərar verir. Ən doğrusunu da əlbət ki, o bilir. Odur ki, mənə ancaq ya qismət deməkdən başqa bir şey də qalmır. Tənhalıq. Bəlkə oğlanlarımdan biri ilə yaşamağa başlasaydım, o qaynar qazanı xatırladan colma-cocuğun içində başım elə qarışardı ki, indi düşündüyüm şeylərin çoxu heç ağlıma da gəlməzdi. Bəzi incəlikləri düşünməyə vaxtım da olmazdı. Ancaq indi ki, mən özümə uyğun olan bir yolu seçdim, indi ki, göydə Allahdır, yerdə də mən hər şeyi düşünməliyəm. Düşündüm də, hər bir müsəlmanın hələ həyatdaykən yerinə yetirməli olduğu vacib bir şeyi mən də hazırladım. Paltar dolabının ən son gözündə böyük bir plastik qutunun içində özüm üçün hazırladığım kəfənim, dəfn ləvazimatım hazır durur. Onu yoldaşım rəhməti gedəndən 10 gün sonra hazır edib qoydum. Bir gündə balalarımı bir yerə topladım, hər şeyi onlara göstərdim, yerini də nişan verdim. Övladlarım biraz kədərləndilərsə də, bu hərəkətin çox doğru olduğunu qəbul elədilər, hər şeyi anlayışla qarşıladılar. Allah onlardan 1000 dəfə razı olsun.
Onlar da yaxşı bilirlər ki, hər bir müsəlman hələ həyatdaykən kəfənini hazırlayıb qoymaqla mükəlləfdir. Nə vaxt öləcəyimi bilmirəm, ancaq o günə özüm bildiyim kimi hazırlaşıram. Mənim hazırlığım mənim dualarımdan başlayır. Dualar çox vacibdir. Bəlkə də ölümə hazırlığın ən mühüm şərtidir dualar. Allahım, mən bir mömin qadın olaraq qəbul edirəm ki, bizim həyatımıza, ölümümüzə aid olan hər şey sənin əlindədir. Hər şeyə qərar verən sənsən. Bu, səni tanıyan, səni sevən, sənə ibadət edən mən quluna da qəbuldur. Hansı gün məni bu dünyadan alıb aparmaq istəsən, o gün canım sənə fəda olsun. Bu öz yerində. Ancaq bugün, hələ ağlım üstümdəykən, hələ sənin aləmlərin Rəbbi olduğunu bilmişkən, xatırlamışkən, qəbul etmişkən, səndən bir ricam olacaq. Allahım, canımı aldığın gün, o ən son anda kəlmə-i şəhadətimi söyləməyə mənə fürsət ver, ya Rəbbim. Bunun nə qədər vacib olduğunu sən söylədin, mən də anladım və qəbul elədim. Elə isə o son anda o fürsəti mənə çox görmə. Mən də gözümü bu dünyaya əbədi yummadan öncə, o son nəfəsimi vermədən öncə kəlmə-i şəhadətimi söyləyə bilim ki, sənin hökmünü yerinə yetirilmiş olum, huzuruna da bir müsəlman kimi gəlim. Bu fürsəti mənə ver, bu fürsəti məni çox görmə, ya Rəbbim. Mən artıq xeyli zamandır ki, təkliyimdən faydalanaraq özümə aid hər şeyi təftiş edirəm. Hər hərəkətimdə məndən geriyə qalan dünyanı təsəvvür eləməyə çalışıram. Ölümüm harda olacaq? Məni nə vəziyyətdə tapacaqlar? Son anımda balalarım yanımda ola biləcəkmi? Ölüm xəbərimi kimə necə təsir edəcək? Arxamdan xoş söz deyənlər olacaqmı? Özümdən asılı deyil, bu cür fikirlər ara-sıra beynimi məşğul edir. O günləri təsəvvür elədiyim üçün də mənə aid həyatımda hər şeyin yerli yerində, əksiksiz, qüsursuz olmasına diqqət edirəm. Ən əsas heç kimə borcum olmasın. Buna diqqət edirəm. Zaten həyatım boyu heç kimə borcum olmadı, çox şükür. Mənim həyat kredom həmişə belə olub ki, alacağım olsun, ancaq verəcəyim olmasın. İkinci əhəmiyyət verdiyim xüsus evimin səliqə sahmanda olmasıdır. Bir insanın evi onu daha gözəl xarakteriza edilmiş. Mən bunu da nəzərdə tutmağa çalışıram. Zaten hər zaman evimin təmizliyini, səliqə sahmanını gücümün yetdiyi qədər qaydada saxlayan bir qadın olmuşam. Elə bilirəm ki, məni tanıyan hər kəs bunu belə bilir. Artıq nə vaxtdan bəri məni idarə edən bu yeni duruma uyuram deyə, hər evdən çıxanda evimin düzənini bir daha kontrol edib çıxıram. Birdən geri gəlmək qismət olmaz deyə evimi düzənində qoyub getmək istəyirəm. Məndən sonra mənim mənsiz qalmış dünyamın qapısını açanlar, evimdə nəyə əl atsalar, hansı qapını açsalar, orada səliqə sahmanın şahidi olsunlar deyə hər şeyi nəzarətdə saxlayıram. Kitab dolabında düzülmüş kitabları görsünlər, orada mənim özümün yazdığım, həm də sevə-sevə yazdığım kitabların eyni cərgə üzrə səliqə ilə düzüldüyünü görsünlər və xatırlasınlar ki, bu kitablar hər zaman mənim qururum oldu. İstəyirəm ki, bugün mənim yoxluğuma şahid olanlar son dəfə də hər şeyi eyni vəziyyətdə görsünlər. Görsünlər və xatırlasınlar ki, bu qadın həyatını hər zaman belə yaşadı. Tənhalıq. Bizim aid olduğumuz cəmiyyətdə ev məsələsi hər zaman bütün gənc ailələr üçün onların ən yaralı yeri olub. Hər gənc ailənin ayrı bir evdə sərbəst yaşaması hələ bu gün də mümkün olmayan fantastik bir şeydir ki, bu gerçəklik hələ bu gün də 2-3 ailəni bir darısqal evdə yaşamağa məcbur edir. Bu da o ailələr üçün zülmlərdən bir zülmdür. Mənim də gəncliyimin ən gözəl illərini ev həsrəti çəkməklə keçirməyim sonunda məni evinə bağlı evcil bir qadına çevirdi. Harda yaşadımsa, qismətimə çıxan ən uçuq sökük evdə də ruhdan düşmədim. Qolumu çırmadım, yorulmadan çalışdım, çabaladım. Övladlarımla birlikdə evcik oynaya o evdə isti bir yuva qurmağı bacardım. Hər zaman evə qiymət verdim. Evə müqəddəs bir məbəd kimi baxdım. Yorucu, məşəqqətli iş günündən sonra yorğun düşmüş yoldaşımı, balalarımı başıma topladığım evimiz ailecə bizim daimi görüş yerimiz oldu. Həyatın amansız küləklərindən, qasırğalarından, qarından, borundan sığına biləcəyimiz bir məbəd. Həyat bizi qarşısına alıb talehin yollarında sürüklədikcə onlarla ünvan dəyişməyimiz, yaşadığımız heç bir evə bizim münasibətimizi dəyişə bilmədi. Biz o evlərin hamısını eyni cür sevdik. O evləri bizim özümüz üçün bir məbədə çevirməyimiz o ünvanların hamısının ortaq cəhəti oldu həmişə. O cəhət bizdən, bizim bir ailə kimi bir-birinə kilidlənmiş
kimi bağlı olmağımızdan bizə aid olan bu sığınacaqları çox sevib, çox yüksək qiymətləndirməyimizdən irəli gəlirdi. Mən də o evlərin tək xanımı olduğumu sürəcə o məbədlərdə hər şeyin düzəndə olmasına çalışırdım. Bu gün də belə yaşayıram. Halbuki özüm də bilirəm ki, elədiklərim bundan belə heç kimə lazım olmayan, heç bir işə yaramayan artıq bir zəhmətdir. Çünki bir gün sahibsiz qalan bir ev artıq ev deyil, bir xarabalıqdır. Mənim çabalarımsa o son anın görüntüsünü üçündür. Mən istəyirəm ki, mənim evimin son halı yaddaşlarda belə qalsın. Evim sağlığımda necə idisə, yoxluğumda da yaddaşlara elə həkk olunsun. Həyat davam edir. Mən də günümü gün edərək yaşamağa davam edirəm. Sahib olduğum hər şeyə qiymət verdiyim kimi evimi də çox sevirəm. Zaten əvvəldən də ev mənim üçün çox böyük anlam kəsb edirdi. Bir də Allaha iman etdiyim gündən evimi daha çox sevdim. Evim mənim üçün sözün əsl mənasında bir məbədə dönüşdü. Bu məbəddə mən gündə 5 dəfə Allahın miracına çıxıram. Hac və ümrə ziyarətini yerinə yetirib gəldiyim ilk gündən mən evimi Mədinə sokaqlarına, Məkkə sokaqlarına çevirmişəm. Evimin hər yerini bəzək ağacları və gül çiçəklə, divarlarını da Allahın kəlamları ilə bəzəmişəm. Evim tək mənim yox, ailəcə hamımızın məbədimiz oldu. Belə ki, biz tez-tez birlikdə namaz qılırıq. Evimdə gündə 5 dəfə azan səsi divarlara səs salır. Bu evdə biz zaman-zaman dini mövzuda toplantılar keçirdir. Gah övladlarım, gah da nəvələrim, gah da özüm ucadan Quran oxuyuruq. Televizordan evin hər yerinə yayılan Quran səsi divarlara hoparaq burada İslam dininin nəfəsini, ruhunu yaşadır. Mən inanıram ki, bir gün mən bu evdən yoxa çıxsam da, bu divarlar hələ uzun zaman o azanı, o Quran səsini unutmayacaqlar. Tənhalıq. Evim hələ də isti bir yuva olaraq qalır. Çünki o yuva boş deyil. Orada hələ də bir yaşayan var. Mən varam. Ancaq hətta bu yuvanı bəzən 25 dərəcəyə qədər içsəm də, orada məni tez-tez üşüdən bir tənhalıq da var. Maraqlıdır ki, mən bundan nəinki şikayətçi deyiləm, əksinə yaşadığım bu müəmmalı hisslərin hamısını normal hesab edirəm. Çünki anlayıram ki, tənha yaşayıram. Tənha yaşamağın şərtləri də fərqli olurmuş. Nahar etmək üçün qurduğum bol nemətli süfrədə saatlarla oturub önümdəki nemətlərə baxmağım da normaldır. Çünki tənhayam. Yalnız həftənin cümə günləri toplaşdığımız cümə süfrəsində aşıb daşan nemətlərin, səsli küylü toplantıların əvəzində bütün həftə boyu tək başına oturduğum, saatlarla tamaşa eləsəm də əlimi uzadıb götürməyə həvəsim olmayan, günahkarcasına üzümə mat-mat baxan süfrələrim də həmin o deməyə çalışdığım tənhalığın əsəridir. Cümə günləri mətbəximdə işə düşən böyük qazanların müqabilində həftə içi tək bir insanın ehtiyacını ödəmək üçün aldığım ovuc içi boyda qazanlarım da mənim tənha olduğuma göstərir, gözümə ox kimi batan detallardan biridir. Və bütün bunlar da normaldır. Çünki gündə 3-5 dəfə mənimlə yemək yesin deyə heç kimi evindən, ailəsinə qoparıb yanıma çəkə bilmərəm. Övlad da olsa, hərəsinin öz evi, öz düzəni var. Yaxud ürəyim göynəməsin deyə o böyük qazanlarda çeşid-çeşid yeməklər pişirib sonra da balkonumdan qağaylara atmağım da doğru olmaz. Əvvəla israfçılıq olar, sonra da məni günaha soğar. Deyiblər axı, nəyə gülərsən, o da başına gələr. Gənclik illərimdə televizorda qab-qacaqla, daş divarla danışan tənha qocaları çox gülərdim. İndi özüm o yerdəyəm. Televizorun aparıcısı ilə də danışıram. Qab-qacağa iş də buyururam. Daş divar da gün ərzində çox halıma şahid olur. Nə etməli? Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu deyiblər. Lakin mən özümü bir mömin qadın hesab edədiyim üçün yaşadığım hər günə, hər saata şükür eləməyi də unutmuram. Gün boyu nəzərini üzərimdən çəkməyən, daim məni nəzarətdə saxlayan, məni yanlış addımlardan qoruyan, yaşadığım bu tənha həyatın içində də mənə bol-bol səbir ehsan edən o uca yaradanı yorulmadan zikr edirəm. Hər gün onlarca dəfə ona həmd sənalar oxuyuram. Çəkdiyim fikirləri, məni narahat edən məsələləri Allaha həvalə edərək, sən bilən məsləhətdir, Allahım dediyim an, çiynimdəki bütün ağırlıqlar harasa yoxa çıxır. Anlayır və qəbul edirəm ki, bu yolla aləmlərin Rəbbi həyatımı kolaylaşdırır, yanına çağıracağı günə kimi mənə güc verir, qüvvət verir, məni yaşamağa ruhlandırır. Tənhalıq.
Günlük həyatımda istər rəsmi idarələrə, istər müxtəlif ziyarətlərə aid bütün dəyişikliklərin bir tək özümə aid olması kimi bir sərbəstliyi də özü ilə gətirən müstəqil bir durum. Bu müstəqillik çox zaman mənə kimsənin işimə qarışmaması kimi bir ləzzət yaşatsa da, bəzən artıq da gələ bilir. Hərdən nankorcasına əcəbdir. Nə bir axtaran var, nə bir soruşan var, nə işimə qarışan var. Gileyini ağlımın ucundan keçirdə də bilirəm. Sonra bir də gözüm telefonuma sataşanda, orada övladlarımdan 72 cavabsız aramanı görəndə, əslində məni çox sevən, hər nazımı çəkən bu günahsız övladlarıma da bir zülüm çəkdirdiyimi boynuma almaq zorunda qalıram. O zaman boynuma alıram ki, mən öz tənhalığımın içində deyəsən artıq nə vaxtdır ki, bir ərköyün uşaq qədər sorumsuz olmuşam. Yaxşı ki, həftədə bir cümə günlərimiz var. O gün biz görüşürük, bir-birimizin halını, əhvalını öyrənmiş oluruq. Deyirik, gülürük, nəvələrlə zaman keçirdirik. O günləri təqvimimdə qırmızı qələmlə qeyd eləməyim də mənim bu toplantılara necə böyük önəm verdiyimi göstərir. Bir tək o gün mən yerə göyə sığmıram. Çünki balalarımla, nəvələrimlə 5-6 saat vaxt keçirdirəm. Aradakı o biri cüməyə qədər olan zamanı da birlikdə keçirdiyimiz o günün xatirələri ilə doldurmağa çalışıram. Tənhalıq. Ömrümün günlərini necə bölüb, nələrə ayıracağıma, nə yeyib, nə içəcəyimə, hara gedib getməyəcəyimə, nə alıb nə verəcəyimə, bir sözlə həyatıma aid bütün olacaqlara ancaq özümün qərar verə bildiyim kimi, lazım gəlmədikcə heç kimin işimə qarışmadığı kimi bir lüksün içində mən bir tənhalıq sıxıntısı da yaşayıram ki, bu sıxıntı ixtiyarıma buraxdığı həyat kəsminə görə, məni heç kimə möhtac eləmədiyinə görə, bugünkü günə qədər ayaqda dura bildiyimə görə Yaradana şükürlər eləməkdən, gündə 5 dəfə dizimi yerə ataraq ona şükürlərimi bildirməkdən məni əsla saxlaya bilməz. Mən həyatda olduqca Allahın mənə ehsan elədiyi hər şeyə şükranlıqla yanaşacaq, içində ərkönləşdiyim tənhalığı da ləyaqətlə yaşayacaq, namazı və digər ibadətlərimi də həyatımın ən vacib işlərinin ən vacibi hesab edəcəyəm. Allahdan təmənnəm budur ki, o gücü, o qüvvəti ömrümün sonuna kimi məndən əksik etməsin. Ən son ana kimi mənə ləyaqətlə yaşamağı, gedərkən də bu dünyanı ləyaqətlə tərk etməyə nəsib eləsin inşallah. Yetər ki, o uca yaradan axirət günü günahlarımı bağışlasın. Məni də sevimli qullarının cərgəsinə qataraq Firdevs cənnətlərinə qəbul eləsin. Onu da bilirəm ki, bəşər dünyasında yaşadığımız bütün bir ömrün, çəkdiyimiz bütün məşəqqətlərin anlamı ancaq axirətdə tutacağımız əbədi bir məkanla dəyər qazana bilər ki, o günün qiymətini özümüz bugün yaşadığımız həyat tərzimizlə haqq eləmiş olacağıq. Allahı tanımaq, Allaha inanmaq, Allaha güvənmək, hər şeyi ondan istəmək, hər şeyi onun izni ilə həyata keçirtmək, bir an belə onun yolundan çıxmamaq kimi qayğılar həyatımızın lokomotivi olursa, sonumuzun uğurlu olacağına da bir ümidimiz yaranar. Tənhalıq. Tənhalıq özü də biraz fərqli yaşam tərzi olmaqdan başqa bir şey deyil əslində. Tənha olsam da tək deyiləm çox şükür. Çox şükür ki, başımın üstündə Allah var. Çox şükür ki, övladlar var. Çox şükür ki, nəvələr var, dostlar var, tanışlar var. Bir də insanlarla dolu bir dünya var. Nə qədər həyatdayam, nə qədər ömür davam edir, anlayıram ki, mən də o dünyanın bir parçasıyam. Haqqında bəhs elədiyim tənhalıq da əslində bəlkə də mənim həsrətimdir, miskilimdir, qubarımdır, kim bilir. Fəqət bir şey doğrudur ki, dünyalar içində mənim də evim adında bir dünyam var və mən o dünyamda tənhayam. Bundan şikayətçi olmasam da, gündüzlər pəncərədən bir baxmaqla küləklərə, yağışlara, qarlara qoşularaq baş alıb gedən fikirlərimin ardınca həsrətlə baxmağım da, axşamları səssizcə tək oturub qərib-qərib fikirlərə dalmağım da, həyatımdakı boşluqları doldurmağa çalışan, ancaq heç nə ilə doldura bilməyən defislərin olmasıdır. İtirilmiş, həyatımdan çıxarılmış, silinib getmiş şeylərin yerini tutsa da, yerini verə bilməyən defislər. Defislər, defislər, defislər. Ey aləmlərin Rəbbi, ey gözəl Allahım, məni bağışla. Sənin mərhəmətinə sığındım, sənin rizan üçün qəlbimi açdım, insanlarla dərdləşdim. Sən ki, bağışlamağı sevənsən, məni də bağışla. Söhbətini elədiyim bu tənhalıq mövzusunu da günaha yazma. Məni qəzəbindən qoru.
bütün səni sevənlərin, sənə inananların, sənə ümid bəsləyənlərin sonunu xeyirli elə ya Rəbbim. Bizləri cənnətində bir yerə topla inşallah. Amin. Son. Bir xatirə. Ən gözəl, ən mübarək xatirələr. Mənə aid olan ömür kəsmində mənim üçün çox əhəmiyyət kəsb edən bir tarix də vardır ki, o tarix mənim bir müsəlman kimi həyatımda yaşadığım ən mübarək bir olay hesab edilə bilər. Bu olay onu yaşayanlara qəti bir qaranti verməsə də, ən böyük ümidi verir ki, bəlkə Allah bu ziyarəti edənləri ömürlərinin sonunda bir insan kimi şərəfləndirəcək. Bu ziyarətin uğurlu nəticələri bizim də Allahın sevdiyi qullarına təqdim elədiyi eyni mübarək məkanda yer almağımıza səbəb olacaqdır. Bu ziyarət hac ziyarətidir. O mübarək torpaqlara yolu düşənlərin dediyi kimi, bu ziyarəti sözlə ifadə eləmək mümkün deyil. Bu ziyarəti ancaq öz gözünlə görmək, ancaq şəxsən yaşamaq lazımdır. Allah bu ziyarətin xəyalını quran, qəlbində arzusunu yaşadan, bir sözlə oralara getməyi istəyən, bunun üçün hər cəfaya qatlaşanların hamısına da qismət eləsin. Ancaq mən bir onu deyə bilərəm ki, o ziyarətdən bu qədər il keçib, ancaq o ziyarətin dadı hələ də damağımda qalıb. Dinimiz hac ziyarətinin bir dəfə yerinə yetirilməsinin yetərli olduğuna qərar vermişsə də, sizdən nə gizlədim? Mənim hələ də fikrim, xəyalım o dağlarda, o dərələrdə, o yerlərdə gəzib dolaşır, ürəyim məni oralara çəkib aparır və mən buna qarşı heç nə eləyə bilmirəm. Düşünürəm ki, əgər bu bir sirdirsə, yəqin ki, İslam dininin ən böyük sirlərindən olmalıdır. Və mən ömrümün bundan qalanında da o şərəfli ziyarəti təkrar-təkrar yaşamaq arzusu ilə həyatıma davam edir. Bu arzunu gerçəkləşdirmək yolunda əlimdən gələni eləməyə çalışıram. 8 il əvvəl yaşanmış, ancaq hələ bu gün də ömrümü bəzəyən ən gözəl tarixdən söhbət açmaq istəyirəm. Məni qınamayın, ancaq mən əvvəlcədən də demişdim ki, bu dünyaya gözümü yumacağım günə kimi nə yazacağamsa, o yazdığım kitabın ən gözəl, ən dəyərli xatirəsi, necə deyərlər, şah əsəri mənim hac ziyarətindən geri qalan xatirələrim olacaq. Odur ki, mən bu dəfə də sözümə sadiq qalıram. Növbəti kitabımı da bu səfərdən yadıma gələn xatirələrlə başlayıram. Qeyd elədiyim həmin tarixdə böyük oğlumla mən Allahın izni ilə bizə nəsib olacaq hac ziyarətinə getmək niyyəti ilə saat 11-də Zaventem hava limanında idik. Başımızda bizi yola salmaq üçün gəlmiş bir sürü insan, o biri oğlanlarım, nəvələrim və s. Həyəcandan ürəyim qulaqlarımda vurur. Bu günün gerçəkliyinə özümü zorla inandıra bilirəm. Həqiqətən gedirikmi? Həqiqətən bu səfər o müqəddəs yerlərədirmi? Mən də oraları görəcəyimmi, gəzəcəyimmi, ibadətlərimi edəcəyimmi? Hələ ki, hər şey mənə yuxu kimi gəlir. Eynən gəlin getdiyim gündə olduğu kimi. Bizim zamanımızda gəlin getmək, ata evindən çıxıb ər evinə getməkdən ibarət olurdu. Ancaq bəlkə yarım saat, bəlkə 1 saat sürən bu yolu da biz gəlinlər həyəcandan yuxuda imiş kimi gedirdik. O an Allah yaşadığımız bu hadisəni həyatımızın reallığından alıb yuxularımızın sirlər aləminə daşımışdı sanki. Demək ki, gəlin getmək də bizim üçün o dərəcə müqəddəs bir addım imiş. Bunu indi anlayıram. Görünür biz yaşlandıqca zaman-zaman bizim milli əxlaqımıza, adət və ənənələrimizə vurulmuş eybəcər yamaqları daha aydın görməyə başlayırıq. Təəssüf hissi ilə etiraf edirəm ki, hələ ki gənclərimizi bu yamaqlardan uzaq tuta, qoruya bilməsək də, ən azından nə yaxşı ki, hər evdə yaşlı bir nənənin, bir babanın öz toyundan xatırladığı belə məsum xatirələr yaşamaqdadır. İrəlidə bir şeylər dəyişməyincə, indiki gəlinlərin yəqin ki, xatırlayacağı belə özəl xatirələri olmayacaq. Onların xatırlayacağı bir şey olacaqsa da, o da sonradan həyat yoldaşına da, bütün toy iştirakçılarına da uzun müddət utanc yaşadacağı, özümüzün abırlı adətimizi bir kənara ataraq, kafirlərin və əcnəbilərin bizə yamadığı bir adət üzrə bir gəlinin 7-8 saat sürən toyda ortadan çıxmaması, qantar içində at kimi çapması olacaq yəqin. Bu yerdə boynuma alıram ki, vaxtsız xatırladığım eyni bir olayın bu dərəcə cızığından çıxılmış olmasına təəssüf etməkdən başqa əlimdən bir şey də gəlmir. Halbuki bir gəlinin öz toyunda özünü belə ağırsız aparması, bir müsəlman gəlinə yaraşmayan, bir ömür boyu ona bəlkə də baş qaxıncından başqa bir şey də gətirməyəcək, eyib tərəfi ağır gələn bir hərəkətdir. Keşke bugün bunu anlayan bir gəncliyimiz olsaydı. Nəysə, mövzudan uzaqlaşmayım.
Günümüzdə təyyarələrin gecikməsi adi hal olub. O gün də saat 3-də qalxmalı olan təyyarə 1 saat gecikdi. Saat 4-ün yarısı təyyarəyə minik başladı. Biz də əzizlərimizlə vidalaşıb ayrıldıq. Saat 4-də Belçikadan yola düşdük. İstanbula axşam saat 19:30-da çatdıq. Orada saat 22:45-ə kimi gözlədik. Bu arada vaxtlı-vaxtında namazlarımızı qıldıq, yemək yedik, çay içdik. Saat 22:45-də təyyarəyə minərək mübarək Mədinə şəhərinə yola düşdük. Hər yerdə sıra, hər yerdə gözləmə, pasport kontrolu bizim toplam 6-7 saatlıq səyahətimizi bir xeyli uzatmış oldu ki, biz də mübarək Mədinəyə gecə saat 2:30-da çatdıq. Mədinəyə gəldik. Burada da pasport kontrolu, bagaj kontrolu, müxtəlif səbəblərdən gözləmələr sabah namazına kimi sürdü. Səhər saat 5:30-da otelə çatdıq. Bagajları alınca, otelə yerləşincə saat 8 oldu. Mən cəld duş qəbul elədim. Sonra da sabah qəfaltısına getdim. Bundan sonra oğlumla biz çox zaman ayrı yerlərdə olmalıydıq. Çünki burada hər şey qadın-kişi anlamında ayrılmış durumda idi. Hətta otelin liftləri də qadınlar üçün bir tərəfdə idisə, kişilər üçün də tamamilə başqa tərəfdə idi. Oğlumla yalnız oteldən çıxdığımız zamanlarda bir yerdə olurduq. O da oteldən kənar zamanlarda hər kəsin öz məhrəmi ilə bir arada olması, lazım gələrsə birinin digərinə yardım etməsi baxımından nəzərə alınmış məntiqli bir istisna idi. Bu yazıları yazdığım saatda otel otağında dincəlirəm. Otaq yoldaşlarım olan 3 gənc qadın ölü kimi düşüb qalıblar. Onlar yol yorğunudurlar. Yemək filan da yadlarından çıxıb. Mən də biraz dincəlib lobiya enməliyəm. Qafilə başqanımız saat 11-də lobidə toplanmağı tapşırıb. Saat 11-ə kimi kişili qadınlı lobidə olduq. Mədinədə qalacağımız 4 günün proqramı ilə tanış olduq. Gün boyu bütün namazlarımızı Məscid-i Nəbəvidə, Mədinə-i Münəvvərədə qalacağımızı, günün çoxunun Rəsullahımızın sallallahu əleyhi və səlləmin yanı başında keçirəcəyimizi eşitdikcə qəlbimiz sevinclə, vücudumuz da həyəcanla dolub daşır. Biz bu namazları Məscid-i Nəbəvinin həyətində minlərcə insanlarla bir cərgədə duraraq qılacaqdıq. Bu elə bir gözəllikdir ki, mən hər kəsə bu gözəlliyi görməyi, bu həyəcanı yaşamağı arzu edirəm. Bu şəhərdə və ümumiyyətlə bu ölkədə ziyarət edəcəyimiz yerlərin proqramı ilə tanış oluruq. Proqramda çox rəngarəng gəzintilər, müqəddəs yerlərin ziyarətləri var. Uhud dağı və Uhud şəhidliyi, Quba məscidi, Məscid-i Qibləteyn, 7 məscidlər, Cənnətül-Baqi məzarlığı, Ümrə məscidi, Ubeydiyyə məscidi, Cəbəlü-Sevr və Xurma bağları gəzisi və daha bir çox ziyarətlər bu proqramın tərkibinə daxildir. Onların içində bir ziyarət də var ki, yalnız Allahın evi hesab edilən Kəbədən sonra gələn ən vacib, ən müqəddəs bir ziyarətdir müsəlmanlar üçün. O da Rəsullahımızın sallallahu əleyhi və səlləmin məqbərəsini ziyarət etmək idi. Məscid-i Nəbəvidə Rəsullahımızın, onun səhabilərinin qəbirlərini ziyarət etmək, məzarlığın önündə salınmış o məşhur yaşıl xalının üstündə 2 rəkat namaz qılmaq hər kəsə nəsib olmayan xoşbəxtliklər içindədir. Allahıma şükürlər olsun ki, o səadət minlərlə müsəlmanla birlikdə mənə də, oğluma da nəsib oldu o gün. Qrupumuzla birlikdə bizə ayrılan bu 4 günü çox səmərəli keçirdik. Bütün ziyarətlərimizi elədik, proqramın bütün vədlərini yerinə yetirdik. 4 gündən sonra ayın 16-sı səhər saat 10-da Mədinə-i Münəvvərədəki proqramımız sona çatdı. Biz də otelin önündə sıraya düzülmüş avtobuslara minərək mübarək Məkkə şəhərinə yola düşdük. Məkkəyə gedən yolun üstündə Ümrə məscidinə girdik. Orada namazlarımızı qıldıq. Kişilər ihrama girdilər. Bundan sonra yolumuza davam elədik. Məkkəyə axşam namazı girəndə çatdıq, otelə yerləşdik, yemək yedik. Saat 11-də Ümrə təvafı eləmək məqsədi ilə otelin önündə bizi gözləyən avtobuslara minərək mübarək Kəbəyə gəldik. Qafilə başqanının tövsiyəsi ilə gözümüzü yerə tikərək addım-ba-addım o sehirli yerə yaxınlaşırdıqsa da, hisslərin coşqusundan az qala qəlbimizin duracağı o müqəddəs Kəbəyə yaxınlaşırdıqsa da, birazdan gözümüzü qaldırdığımızda qarşımızda çox ecazkar bir görüntü görəcəyimizi təsəvvür elədiksə də, vaxtı çatanda bir komanda ilə başımızı qaldırdığımızda gözlədiyimizdən də çox fərqli, daha ecazkar, daha sirli möcüzəli bir təsirin sehrinə düşdük. Keçirdiyimiz həyəcanlar gözümüzün yaşı ilə vurub çıxdı. Ürək döyüntülərimiz ətrafdakı saysız hesabsız insan səslərini üstələyib eşidilməz elədi. İnanılmaz bir şey yaşadıq biz o an.
və qarşımızda ürəyimizin uzun illər boyunca ən müqəddəs istəyinə, arzusuna çevrilmiş, bir ömür boyunca xəyallarımızı bəzəmiş o möhtəşəm bina Allahın yer üzündəki yeganə evi hesab edilən Kəbə dururdu. O vaxta qədər qara rənginin bu qədər gözəl, bu qədər qara, yəni deməyə, tərif eləməyə də söz tapa bilmədiyim bir gözəlliyə sahib ola biləcəyini bilməzdim, düşünməzdim. Bu gördüyümüz gözəlliklər həqiqətən bu qədər gözəl idimi, yoxsa biz bütün varlığımızı çuğlayan böyük bir eşqin, güclü bir sevginin gücü ilə onu bu qədər gözəl, bu qədər ecazkar görürdük? Demək çox çətindir. Nə yaşayırdıq biz o an? Bunu kəlmələrlə ifadə eləmək qeyri-mümkündür. Bunu ancaq hər kəsin yaşaması, bu hisslərin içindən özünün keçməsi lazımdır. Allah hər möminə nəsib eləsin. Saat 12-də tavaf başladı. Qafilə başqanımız hələ Belçikada ikən, hac ziyarəti çox məşəqqətli bir yoldur deyərkən, yəqin ki, bu tavafları nəzərdə tuturmuş. Ən azı 1 milyon insanın eyni vaxtda belə bir sıxlıqda Kəbənin başına dönüb dolanması bu durumdakı insanların vəziyyətini dəyirmanda üyüdülən taxılın vəziyyəti ilə bənzədirdi. Bu dəyirmanın, belə demək mümkündürsə, daşı fırlandıqca, gəldikcə gələn, daha da sıxlaşmaqda olan insan seli bir-birinin necə deyərlər, sıxıb suyunu çıxardırdı. İsti bir yandan, sıxlıq bir yandan, susuzluq bir yandan. Ancaq heç kim başqa bir şey düşünmür, ancaq tavaf edirdi. Ancaq tavaf. Allahın evini layiqincə tavaf etmək, dualarımızı oxumaq, niyyətlərimizi dilə gətirmək, inancımızın daha da möhkəmlənməsi üçün Allahın evində, onun huzurundaymış kimi günahlarımızın bağışlanmasını diləmək. Ağlımızda, fikrimizdə, əməllərimizdə ancaq bu var idi. Bəlkə bir daha əlimizə düşməyəcək bu yeganə fürsətdən lazımınca istifadə etmək, xeyrimizə nə ola bilərsə zamanı o anlamda dəyərləndirmək. Çəkdiyimiz əziyyətin müqabilində imtahanımızı yüksək göstəricə ilə verib keçmək. Niyyət də, məqsəd də, əməl də ancaq budur. Hac ziyarətinin ilk farzı olan ümrə tavafını sabah namazı girməzdən yarım saat əvvəl bitirdik. Məkkədə keçən günlərimiz ziyarətlərlə o qədər yüklüdür ki, doyunca yatıb yuxumuzu almağa zamanımız çatmır. Bir yandan da düşünürük ki, belə bir fürsəti yuxuya dəyişmək olarmı? Nə də olsa, evə dönəndən sonra doyunca yatarıq. Bu fikirlə də yolumuza əzmkarlıqla davam edirik. Heç bir tədbirdən, ziyarətdən qalmamağa çalışırıq. Təəssüratlarla, ziyarətlərlə, Kəbədə qılınan namazlarla günlər bir-birini qova-qova gedir. Günlərdən ayın 17-sidir. Saat 4-dən sonra oğlumla Kəbəyə getdik. Asr və İşa namazlarını orada qıldıq. Nə böyük bir izdiham, nə möhtəşəm bir duyğu, nə gözəl bir Quran oxunuşu, nə gözəl bir avaz. Tavafı bitirib 4-cü qata çıxdıq. Kəbəni bir də yuxarıdan seyr elədik. İkimiz də qəbul elədik ki, Kəbə hər tərəfdən, hər yandan çox gözəl görünür. Kəbə gerçəkdən də gözəldir, ecazkardır. Belə ki, gözümüzü ondan çəkə bilmirik. Artıq sabah açılırdı. Biz buradaca fəcr namazını qıldıq, yanımıza aldığımız ərzaqla biraz yemək yedik, meyvə suyu içdik. Bir saat boyunca əlimizdəki siyahıda adı keçənlərə də dua oxuduq. Heç kimin xahişini unutmadıq. Qohum əqrabadan, toz tanışdan kimə söz vermişdiksə, hamısı üçün dualar elədik. Sonra da özümüz üçün, ailəmiz üçün dualar elədik, niyyətlər tutduq. Buradaca bir saat yatdıq da. Burada edilən hər şey çox gözəl idi. Hər kəsdən bir istiqanlılıq, bir mehribançılıq, bir qardaş münasibəti görürsən. Burada uzun illər öncə ayrıldığın ata evinə dönmüş kimisən. Hər tərəf sənə şad, sən də hər tərəfə sevgi dolu. Saat 10-da otelə döndük. Daha 2 gün arxada qaldı. Bir sabah Məkkədəki bütün otellər, orada qalan zəvvarlar böyük bir günə oyandılar. O gün böyük gün idi. O gün Arafat idi. Uzaqlığı təxminən 10-12 kilometr olan bu mübarək yola Arafata piyada getmək istəyənlər axşamdan adlarını təşkilatçıların tərtib elədiyi siyahılara yazdırdılar. Onlar səhər saat 6-da yola düşdülər. Ondan qalan millət axşam saat 5-də avtobuslarla yola salınacaqdılar. Mən də avtobusla gedənlərin arasındaydım. Burada olduğum müddətdə özümü yaxşı hiss eləsəm də, gənclərdən geri qalmamağa çalışsam da, bəzən həkimlərin və qafilə başqanlarının sözünə də tabe olmaq lazım gəlir. Onlardan biri də bu məqam idi ki, mən nə qədər bu gənclərə qoşulub bu yolu ayaqla getmək istəyirdimsə də, mənə bu hərəkəti eləməyə icazə vermədilər. Oğlum da məni tək qoymamaq üçün yanımda qaldı.
Biz bu yolu avtobusla gedənlərdən olduq. Ayaqla getməyin əcri xeyli çox olacaqsa da, real vəziyyət mənə belə bir spontan addımlar atmağı məsləhət görmürdü. Mən də bu yerdə bir sürü yaşlı qadınlarla birlikdə həm yaşlılığımı, həm də bir şəkər xəstəsi olduğumu boynuma alaraq bu günün tələblərinə boyun əymək zorunda qaldım. Axşam saat 5-dir. İzdiham otelin qarşısında toplaşıb. Avtobuslara minik başlanır. Biz yerlərimizi tuturuq. Avtobus kərvanı da Arafata doğru yola düşür. Təəssüratlar çoxdur. Hər anımız həyəcan içində. İmtahana getməyə hazırlaşan tələbələrin həyəcanına bənzər bir həyəcan bizdə də var və bu an harda olduğumuzu, nə üçün gəldiyimizi unutmağa qoymur. Mən yol boyu bu sətirləri yazıram. Eyni anda avtobusun açıq pəncərəsindən qonşu avtobuslardan da ucalan ləbbeyk səsləri eşidilir. Biz də bu səslərə qoşularaq ləbbeyk oxuruq. Bu da o deməkdir ki, bugün deyilənə görə 5 milyon insandan oluşan Arafat yürüyüşü mübarək bir niyyətə doğru yola davam edir. Bu düşüncə bizi daha da coşdurur. Dilimizdə dualar, yolumuza davam edirik. Bugün bütün zəvvarların arasında görünməmiş bir yekdillik var. Biz Allahdan hamımızın duasının, ziyarətinin, haccının qəbul olmasını diləyirik. Bu yolun sonunda bu qədər ziyarətçinin hamısı üçün dualarının qəbul olunmasını, geri bir hacı kimi dönməsini arzu edirik. Allaha güvənimiz də tamdır. Ona görə də yolun zorluğu, istinin qovurucu olması, avtobusdan içəri vuran təndir istisə bizim keyfimizi poza bilmir. Halbuki bayırda 50-52 dərəcə isti var və bu ölkələrdə hər şey bu istinin əsarətində qalmağa məcburdur. Təkcə bizim heç nə vecimizə deyil. Biz Arafata, hacı olmağa gedirik. Bundan vacib, bundan gözəl nə ola bilər bu dünyada? Bu cür ruh yüksəlinə sahib olsaq da, real şərtlərlə də zarafat edə bilmərik. Bu cür qovurucu istilər insanları hər şeyi nəzərə almağa məcbur edir. Ağır çəkili adamlar, yaşlılar və xəstələr bu yolda da çox əziyyət çəkirlər. Hər kəs mənim kimi dırnaq arası qoçaq ola bilmir. Oğlum mənim qoçaqlığımla öyünür, bir yandan da mənə gözləyəcəyindən qorxur. Mən isə Allahıma inanıram, ona arxayınam. İnanıram ki, o məni bu yolda büdrəməyə, yıxılmağa, ziyarətimin yarı yolda qalmasına razı olmaz. Yol bir xeyli uzun sürdü. Arafat dağı və ərazisi bizim otellərimizdən bir xeyli uzaq imiş. Ümumiyyətlə nə qədər yaxındır desək də, hər ibadət və ziyarət yeri əslində bizim otelimizdən xeyli uzaq imiş. Üstəlik bu ölkənin də qayalıqlardan, dağlardan ibarət olduğunu nəzərə alsaq, dolambac yollar hər məsafəni biraz da uzatmış olurdu. Yolumuzu gedə-gedə buna da şahid olurduq. Avtozu olmadan bu yollar gedilməzmiş. Təxminən axşam saat 6-da Arafata çatdıq. Uzaqdan gözümüzün aldığı dev çadırların qurulmuş olduğu geniş bir sahəyə girdik. Bizi nömrələnmiş çadırlara yerləşdirdilər. Oğlum da mənimlə görüşüb kişilər üçün ayrılmış çadırlardan birinə doğru getdi. Çadırların genişliyi, xalçalarla döşənmiş olması, mütəkkələrlə, yastıqçalarla təmin edilməsi onu göstərirdi ki, təşkilatçılar zəvvarların maksimum rahatlığı üçün əllərinə gələni eləmişlər. Bu durum adamın könlünü açırdı. Hər şey bizim rahatlığımız üçün hazırlanmışdı. Biz yerbəyer olan kimi yeməklər gəldi, paylandı. Hər kəs içi bol-bol ərzaqla dolu yemək qutusularını, sadə sularla yanaşı zəmzəm sularını, meyvə sularını və müxtəlif çeşiddə meyvə payını alıb axşam naharını elədi. Bundan sonra da Arafat vaqfəsi başladı. Arafat vaqfəsinə uzun bir zaman kəsimi ayrılmışdı ki, biz də dualarımızı, niyyətlərimizi bu mübarək yerdə dönə-dönə dilə gətirə biləydik. Bu vaqfə dualarla, Quran oxumaqla, zikr etməklə keçməli idi ki, araya heç kimin gözləmədiyi başqa bir hadisə də girdi. Təkcə bu ilki hac ziyarətinə deyil, ümumiyyətlə hac ziyarəti tarixində çox nadir hadisə kimi öz damğasını vurdu. Vaqfənin yenicə başladığı bir vaxtda hac ziyarəti tarixində bəlkə 50 il, bəlkə 100 il bundan əvvəl baş vermiş bir təbii afət baş verdi. Bu yerlərdə adına qum fırtınası deyilən bir fırtına başladı. Həmin o dev çadırları devirməyə çalışırmış kimi çadırlara güclü həmlələr eləməyə, çadırdakı insanların bağrını yarmağa başladı. Elektriklər kəsildi, telefonlar istifadəyə yaramaz hala gəldi. Etiraf edim ki, çox qorxunc məqamlar yaşadıq o an. Qafilə başqanlarının təbliğatı sayəsində ucadan Quran oxuyan hafizlərin səsləri ürəyimizə dayaq oldu. Varlığımızı sarmış o dəhşətli qorxunu yenə yenə bildi. Allah onların hamısından razı olsun.
2 saata qədər sürən qum fırtınası leysan yağışının başlaması ilə sakitləşdi. Bizi rahat buraxıb getdi. Biz zəvvarlara da yaşadığımız bu qorxunc, nadir tarixi hadisənin xatirəsini özümüzlə aparmaq qaldı. Axşamın qürub çağında saat 20:51-də Vaqfə surəsi bitdi və bütün zəvvarların bu andan belə hacı olduqları elan edildi. İnsanlar sevinç içində bir-birinə sarıldılar, bir-birini təbrik elədilər. Çox insanlar bu sevinç dolu anları hönkür-hönkür ağlayaraq yaşadılar. O günlərə, o anlara bir daha şükürlər olsun. Bu mübarək günün ibadətləri hələ bitməmişdi. Axşam saat 11-ə kimi bu sevinci yaşadıq, yemək yedik, dincəldik. Axşam saat 11-də yenə də avtobuslara minərək Müzdəlifəyə yola düşdük. Arafatla Müzdəlifənin arası 4 kilometrik bir yol idi. Müzdəlifə açıq hava altında geniş bir sahədir. Bizi burada avtobuslardan endirdilər. Biz əvvəldən hər qrup üçün ayrı-ayrı sahələrə bölünmüş bu düzənlikdə bizə aid bir yerdə yerləşib oturduq. Müzdəlifə vaqfası başladı. Yenə də dualar oxundu, niyyətlər edildi, Quran oxundu, zikr edildi. Bütün ibadətlər yerinə yetirildikdən sonra insanlar bu açıq sahədən şeytanı daşlamaq üçün daş da toplamağa başladılar. Bunun üçün hər kəs əlinə kiçik bir boş plastik su qabı aldı, içini də xırda çıngıl daşlarla doldurdu. Bir neçə saat dincəldikdən sonra gecə gözü bu dəfə piyada olaraq Minaya doğru şeytan daşlamağa yola düşdük. Yolumuz Camaratdan, xüsusən də Camarat tunellərindən keçirdi deyə gecənin istisi 46 dərəcəyə düşdüyü bir durumda insan sıxlığı ilə tunellərin əmələ gətirdiyi bir boğanaqla yolumuza davam edirdik. İşıq dirəklərini xatırladan dirəklərdən başımıza gülavlı sərin su təpilsə də bu yol gedilə bilməzdi. Xüsusi tədbirlər alınmışdısa da ancaq bu tədbirlər yalnız mümkün olduğu qədər işə yarayırdı. Biz buna da şükür edirdik. Bu məşəqqətli yolda bütün gücümüzü toplayır, əzmlə yolumuza davam edirdik. Nəhayət səhərə yaxın Minaya çatdıq. Şeytanlardan ancaq böyük şeytanı daşladıq. Gücümüzün bitdiyi bir durumda az qala sürünə-sürünə özümüzü otelə çatdırdıq. Şəhərin küçələrində insan sıxlığı təsəvvürə gəlməyəcək dərəcə çox idi. Gecələri yatmağı çoxdan tərk etmiş şəhər əhli bizə qoşulmuş, bu böyük ibadətdən savab qazanmaq üçün yol boyu düzülüb durur, bizə buz kimi sərin zəmzəm suyu paylayırdılar. Allah onlardan razı olsun, Allah onların bu xidmətlərini savaba yazsın. Şəhər əhli ağacların altında, yolların kənarında süfrə salıb oturmuş, kimi çay, kimi qəhvə, kimi də sərin su içir, içdiklərindən bizə də təklif edirdilər. Allah o insanlardan razı olsun ki, bu məşəqqətli ziyarət dönəmində bizə dəstək oldular, bizə su ilə yardım elədilər, bizə qarşı xüsusi bir qonaqpərvərlik göstərdilər. Orada yaşadığımız o unudulmaz anların hər yerində Məkkə xalqı da bizim yanımızda idi, bizimlə bərabər idi. Bayramın birinci günü, Arafatın ertəsi gündür. Axşamın əziyyətli ziyarətlərindən sonra bütün otel yatmışdır. İnsanları bu daş kimi ağır yuxudan qurbanlarımızın kəsildiyi xəbəri oyatdı. Hamı oyandı, qalxdı, duş aldı, saçını, saqqalını kəstirdi, ihramdan çıxdı, restorana getdi. Günorta yeməyinə qurban əti ilə plov verildi. Ət də, plov da inanılmaz dərəcə ləzzətli idi. Belə görünür ki, insanın niyyəti gözəl olduqda, o niyyətin əks olunduğu hər şeydə bu qədər gözəl olurmuş. Bəyəndiyimiz hər şeylə, aldığımız hər ləzzətlə özümüzü gözəl bir müjdə almış kimi hiss edir, bu cürdə qəbul edirdik. Dilimizdə də dualar. Allah bizimlə birlikdə bütün müsəlmanların niyyətini, ziyarətini kəsdi, qurbanlarını qəbul eləsin. Amin. Qafiləmiz biraz özünə gəldi. Başqanımız da axşam saat 18-də yenidən Camarata, bu dəfə orta və kiçik şeytanı daşlamağa gedəcəyimizi elan elədi. Saat 18-də Camarata getdik. Böyük, orta və kiçik şeytanı daşlayıb geri döndük. Bayramın ikinci günü, saat 17-də otelin qarşısında toplanıb yenə də Camarata şeytan daşlamağa getdik. Bu son idi. Biz bütün şeytanları daşladıq, onları lənətlədik. Allahdan onları bizdən uzaq tutmasına dualar edib geri döndük. O daşlanan şeytanların arasında içimizdəki nəfis adlı öz şeytanımız da var idi. Biz bundan belə nəfsimizin tərbiyəsi ilə məşğul olacağımıza and içdik. Öz içimizdəki şeytana tez bir zamanda qalib gələcəyimizə and içdik. Bunun üçün əlimizdən gələni edəcəyimizə də söz verdik. Dualarımızda Allaha yalvardıq ki, bu çətin məsələdə bütün müsəlmanlara yardım eləsin.
Növbəti gün, son günlərdən biri. Gecə saat 3-dür. Oğlumla birlikdə Kəbəyə getdik. Sabah namazında orada qıldıq. Yenə də 4-cü qata çıxdıq. Etiraf edim ki, oğlumla biz buranı çox sevmişdik. Biz burada üzü Kəbəyə oturduq. Buradan gözümüzü Kəbəyə dikərək çoxlu dualar elədik. Yenə də uzun bir siyahı ilə bütün yaxınlarımız üçün dualar elədik. İnşallah hamısı qəbul olunar. Elhamdülillah. Axşam otelin məclisində bayram namazı və bayramlaşma var. Axşam saat 9-da məsciddə toplaşdıq, bayramlaşdıq, halallaşdıq. Ertəsi gün sabah namazını Kəbədə qıldıq, dualarımızı elədik, otelə dönüb yatdıq. Saat 12-də qalxıb məscidə cümə namazına getdik. Təəssüratlar. Oh, sənə şükürlər olsun Allahım. İbadətdə keçən ömür nə gözəldir, nə rahatdır, nə bərəkətlidir ya Rəbbim. Keşke dünyanın hər yerində Allaha ibadətlər insanın olmazsa olmaz olaydı. Kaş bu ibadətlərə hər yerdə, hər zaman bu mübarək yerlərdə olduğu qədər sayğı göstərilərdi. Kaş dünyanın hər yerində müsəlmanlar öz ibadətlərindən burada aldıqları qədər ləzzət ala biləydilər. Siz bir arzuya baxın. Bir gün bu arzunun çin olacağını təsəvvürünüzə gətirin. Nə gözəl olar. Burada nə günah var ki, biriləri bizim sadəcə Allaha minnətdar oluşumuzu bu cür qısqanır, beləcə bunu özlərinə dərd edirlər. Bu da heç sözdürmü? Hər şeyi yaradan, önümüzə qoyan, bizə yaşama gücü verən Allaha bir təşəkkür borcu verməyimiz niyə kimlərisə bu cür dəli edir? Niyə kafirlər bizi bu cür gözəl ibadətlərdə görüncə dirsəklərini gəmirirlər? Anlamaq çox çətindir. Odur ki, heç özümüzü yormayaq, onları Allaha bıraxaq. Allah hər şeyin ən doğrusunu bilir. Biz isə yolumuzdan dönməyək, övladlarımızın, yetişməkdə olan gənc nəsillərin əllərindən tutaraq öz yolumuza davam edək. Hər fürsətdə də sahib olduğumuz hər şey üçün Allaha şükürlər olsun deyək, dualarımızı eşidən hər kəs də Allah qəbul eləsin desin. Axşam saat 9-da İrşad çadırında söhbətə qulaq astıq. Son 6-cı gün. Səhər saat 4-də lobidə toplandıq. Avtobuslar gəldi, bizim Mikat sınırına çatmaq üçün Übeydiyyə məscidinə apardı. Orada maraqlı xütbə dinlədik. Rəsulullah sallallahu aleyhi ve sellem'in həyatından maraqlı hadisələr, məhz bu yerdə bağlı, onun Übeydiyyə məscidində bağladığı hac ziyarətinə dair sazişlərdən bəhs edildi. Sonra yenidən ümrə təvafı üçün niyyət elədik. Kişilər yenidən ihrama girdikdən sonra birbaşa Kəbəyə geri gəldik. Növbəti tavaf anlamında Kəbəni tavaf elədik, say yapdıq, bütün bu ibadətlərimizdən gələn savab və salatları ölənlərimizin ruhlarına bağışladıq. Son 5-ci gün, bazar günüdür, saat 7-də otelin önündə toplaşdıq. Bugün proqramda mübarək yerlərin təkrar ziyarəti var. Bu ziyarətlər gəzinti xarakterli olub, bu yerlərlə vidalaşmaq anlamına gəlir. Arafata getdik, dağa çıxdıq. Hira mağarasına yaxın düşə bilmədik. Ne üçünsə hər yeri bağlamışdılar. Dağa qalxmağa yasaqlamışdılar. Aşağıdan Sırat dağına, oraya çıxan insanlara baxdıq. Sonra Müzdəlifəni, Minanı son dəfə gəzdik, ziyarət etdik, geri gəldik. Son 4-cü gün. Son günlərdən biri sayılır. Saat 3:30-da qalxıb Rəsulullah sallallahu aleyhi ve sellem'in evinin önünə getdik. Orada dinimizin tarixindən, Rəsulullahın sallallahu aleyhi ve sellem həyatından maraqlı söhbətlərə qulaq astıq. Ardından sabah namazını qıldıq. Son vida tavafını etmək üçün Kəbəyə gəldik. Tavaf elədik. Saat 7-də millət otelə döndü. Biz isə oğlumla qrupdan ayrıldıq. Yenə də son qata çıxdıq. Orada namaz qıldıq, qəhvaltı elədik. Yenə də 1 saat yatdıq. Saat 9-da qalxıb otelə gəldik. Qəhvaltı edib yatmağa çəkildik. Son 3-cü gün. Son günümüz. Bugün artıq görüləcək heç bir işimiz yoxdur. Axşam saat 8-ə kimi boşuq. Axşam saat 8-də oteli tərk edib aeroporta gedəcəyik. Geri yolumuz Ciddə üzərindəndir. Ciddə təyyarəsi saat 23-də qalxdı. İstanbuldan Belçikaya uçuş saat 5:30-dadır. Beləcə, arasında böyük oğlumla mən olduğumuz 48 kişidən ibarət Belçika Mina qrupu 8 il əvvəl Məkkəyə hac ziyarətinə getdi. 15 günün tamamında Belçikaya geri döndü. Oğlumla mən Allah rızası niyyətinə uğurla başa çatdırdığımız bu ziyarətin şəninə hərəmiz bir qurban kəsdik. Bu ziyarətin bütün müsəlmanlara nəsib olmasını Allahdan arzu edir. Özümüz üçün də o mübarək torpaqları
təkrar-təkrar ziyarət eləməyi niyyət edir. Allahdan bizə belə fürsətləri rast gətirməsini, bir daha nəsib eləməsini arzulayırıq. Allah bizim və bütün müsəlmanların mübarək arzularını qəbul eləsin. Ömrümüzdə belə günlərin sayı çox olsun inşallah. Amin. Son. Bir hekayə. Məzarlıq. Həyat yoldaşı rəhmətə gedən gündən həyatın ona sunduğu yeni proqram üzrə yaşamağa başlayan qadın bu səhərdə yuxudan oyandı, evdə xırdapara işlərini gördü, vaxtlı-vaxtında namazlarını qıldı, artıq neçə aylar elədiyi kimi asr namazından sonra geyinib evdən çıxdı. O, məzarlığa gedirdi. Həyat yoldaşı rəhmətə gedən gündən onun ən çox getdiyi, ən çox vaxt keçirdiyi yer məzarlıq olmuşdu. Üzü qışa getsə də, hələ havalar xoş keçir, burada il boyu solmayan yaşıllıq da qapıda hansı mövsümün olduğunu müəyyən eləməkdə insana çətinlik yaradır bəzən. Havanın uyğun, gücünün qüvvətinin yerində olduğu bu aralarda qadın hər gün yolunu buradan salmasaydı, ona elə gəlirdi ki, həyatdan vaxtsız getmiş yoldaşına bir vəfasızlıq, bir dönüklük etmiş olur. Bura gələ bilmədiyi tək günlərdə həyatında bir əskiklik hiss edir. Özünü nədəsə günahkar bilirdi. Bu düşüncə də onu hər gün eyni vaxtda məzarlığa, sanki mərhumun görüşünə çağırırdı. Qadın məzarlığı ziyarət eləməyə ara vermədiyindən hərdən ona elə gəlirdi ki, yoldaşından heç ayrılmayıb. Sadəcə günlərin bir günü yoldaşı özünə burada bir yer seçdi, orada qalmağa qərar verdi. Qadın da onu qınadı, ağladı, sısqadı, niyə belə elədiyini soruşdu, onu evə geri çağırdı. Onsuz tək qaldığını, bu təklikdə darıxdığını, belə yaşaya bilmədiyini söylədi. Çoxlu göz yaşları tökdü. Ancaq olmadı. Dünyası dəyişmiş həyat yoldaşı onun bütün ciddi cəhdlərini cavabsız buraxdıqdan sonra qadın da başına gələnlərlə barışmaq zorunda qaldı. Həyat yoldaşı artıq geri dönməyəcəkdi. O artıq burada qalmaq istəyirdi. Sonunda qadın da təslim oldu. Onun bu arzusuna qarşı çıxa bilmədi. Anladı ki, bundan sonra həyat yoldaşını ancaq burada bu şəkildə görə biləcək. Elə isə qadın da bir qərar verdi. Bundan sonra hər gün məzarlığa gəlməyə başladı. Yoldaşı burada məskən salandan bəri o da hər gün bura gəlir. Hər gələndə də əli boş gəlmir. Çiçək alıb gətirir. Məzarın üstünü örtmüş torbağa çiçək əkirdi. Beləcə məzarın üstündə, ətrafında, divarın dibində əkilmiş çiçəklərdən bir çiçək bağçası əmələ gəlmişdi. Qadın hər gəlişində biraz çiçəklərə, biraz məzarın qulluq edir. Biraz ətrafı alaqotlarından təmizləyir, sonra da ilk gündən gətirib məzarın ayaq tərəfində yerləşdirdiyi plastik oturacaqda oturur, saatlarla həyat yoldaşı ilə söhbət edir, dərdləşir, gah ağlayır, gah da üzündə təbəssüm nəvələrinin hansındansa söhbət açırdı. Aradan xeyli zaman keçmişdi. Qadın məzarlığa getməkdə davam edirdi. Elə öyrəşmişdi ki, artıq həyat yoldaşının görüşünə sanki işə gedər kimi gedirdi. Onu burada artıq tanımayan qalmamışdı. Məzarlığı tez-tez ziyarət edənlər də, arabir gəlib muzey kimi gəzənlər də, məzarlığın yaşıllığına qulluq edən, təmizliyini, səliqə-sahmanını qorumaqla məşğul olan işçilər də artıq bu qadının məzarlığa mehr-məhəbbət saldığını anlamışdılar. Onlar buralarda nələrə şahid olmamışdılar ki, qadın bütün hərəkətləri ilə onların diqqətini çəkirdi. Onlar öz işlərini görərkən qadının da bütün hərəkətlərinə göz qoyur, səssiz bir sayğı ilə qadına mane olmamağa çalışırdılar. Məzarlığın böyük hissəsi əslində yerli xalqa məxsus idi. Böyük hissəsi xristianlara məxsus olan məzarlığın 1/3 müsəlmanlar üçün ayrıldığından qadının həyat yoldaşı da həmin o müsəlmanlar üçün ayrılmış sahədə dəfn olunmuşdu. Başdan başa betonla, mərmərlə qaplanmış məzarlıqda bir tək qadın həyat yoldaşının məzarı gülün çiçəyin içində itib batırdı. Bu hələ sağlığında qadınla yoldaşının öz aralarında bağladıkları əhd-i peymana görə verilmiş bir qərar idi. Onlar öz aralarında sözləşmişdilər ki, kim birinci rəhmətə getsə, geri qalan onun məzarını gül çiçəyə bürüsün, o məzara qulluq olunsun. Onun atılmış, unudulmuş məzarlara bənzəməsinə yol verməsin. Qadın buradakı müsəlman məzarlarını da ağır mərmər daşların altında qapladığını görəndə ürəyə sıxıldı. Gün keçdikcə qadın onu narahat edən, ürəyini üzən bu məsələyə bir çarə axtarmağa başladı. Hiss elədi ki, bu məsələyə çözüm tapmasa, heç cür sakit ola bilməyəcək. Bir gün qadın bu məsələyə də bir çarə tapdı.
O, bu məzarlara da xoş bir görünüş vermək məqsədilə onlardan hər birinin baş tərəfinə bir fidan əkdi. Aradan keçən zaman içində qadının səylə qulluq eləməsi, vaxtlı-vaxtında sulaması nəticəsində fidanlar xeyli böyümüş, burada əməlli başlı bir yaşıl gövşə əmələ gətirmişlər. İndi qəbirstanlığın bu hissəsi daha gözəl görünürdü. Həm yaşıllıq, həm də gül-çiçək göz oxşayırdı. Qadın hiss edirdi ki, kənardan keçən hər kəs bir ara ayaq saxlayıb bu tərəfdəki məzarlığa tamaşa edir. Onların öz məzarlarını əsasən süni güllərlə bəzəmələri, o süni güllərin də günəşdən yanıb rənginin solması, yağışdan, palçıqdan bulaşıb pis günə düşməsi insanın ürəyini acıdır. Onsuz da bu dünyanı bir dəfəlik tərk edib getmişlərə qarşı əlavə bir üzüntüyə səbəb olurdu. Bu bəzək aksesuarlarının yanında qadının həyat yoldaşının məzarını bəzəyən canlı, allı, güllü çiçəklər buranı bir parça cənnət bağçasına bənzədirdi. Bu da bəlkə məhruma heç bir fərahlıq verə bilməsə də, ən azından ölü sahibi olan bu qadın üçün böyük bir təskinlik idi. Əslində, qadının ürəyindən çox şeylər keçirdi. Ancaq yerli cəmaatın içinə qarışmaq fikri də yox idi. Qadın görürdü ki, onlardan dibçəkdə canlı çiçəklər gətirənlər də az deyil. Ancaq onlar bu çiçəkləri elə dibçək qarışıq məzarın üstünə qoyub gedirdilər. O çiçəklərin sonraki taleyi heç kimi maraqlandırmırdı. O çiçəklər də 2-3 günə yanıb quruyurdu. Qadın bunu da görürdü. Ancaq ən yaxın məzarlardakı dibçək çiçəklərini sulamaqdan başqa əlindən bir şey gəlmirdi. Məzarların üstünə buraxılıb qalmış çiçəklər 2 gün içində solub gedirdi. Məzarlığın işçiləri də onları toplayıb zibil qabına atır, məzarlığın təmizliyinə uymadığı üçün onları zibil maşına yükləyib aparırlar. Bir gün qadın yenə də məzarlığa gəldi. Ətrafın güllü çiçəyini yoxladı. Onları sulamaq istəyirdi ki, həyat yoldaşının məzarından sol tərəfdə divarın dibindəki çiçəklərin yanında 2 dənə dibçək gördü. Dibçəkdə çiçəklər vardı. Onlar biraz özəlzərmişdilər, ancaq yubanmadan su verilsə dirçələ bilərdilər. Qadın təəccüblə ətrafa baxdı. Kimsəni görmədi. Bu dibçəkləri bura kim qoyar? Qadın bunları neyləməli idi? Biraz fikirləşəndən sonra qadın çiçəkləri qabdan çıxardıb həmin o çiçəkliyə bastırdı. Suyunu verdi. Ertəsi gün məzarlığa gələndə eyni şeyi gördü. Yenə də kimsə çiçəkliyin yanına 3 dənə dibçək günü qoyub getmişdi. Qadın geri durub məzarlığı gözdən keçirdi. Lap o başda bir məzarın başında bir qadın oturmuşdu. Deyəsən dua edirdi. Qadın bu yerli qadını burada tez-tez görürdü. Arıq, çəlimsiz bir qadın idi. Qar kimi ağ saçını oğlan sayağı vurdurmuşdu. Əynində ağ şalvar, qırmızı pencək var idi. Tez-tez bura bu geyimdə gəldiyinə görə qadın da onu yadında saxlamışdı. Başqalarına nisbətən bu məzarlığa ən çox gələn də bu qadın idi. Başı ağappaq pambığa bənzədiyindən yaşı da çox olmalı idi. Qadın biraz da o tərəfə baxdı, sonra geri gəlib bu çiçəkləri də əkməyə başladı. Elə işini bitirirdi ki, çiçəkləri sulamağa başlayanda arxasında ayaq səsləri eşidib döndü. Qarşısında həmin o qadını gördü. Yerli qadın yavaşca salam verdi. Salam. Salam. Həyat yoldaşınızdır? Hə. Yerli qadın ölüm tarixinə nəzər salıb dedi. Yeni rəhmətə gedib. Hüzur bulsun. Bu cümlə Niderlandca bizim Allah rəhmət eləsin deyiminin əvəzi idi. Çox sağ olun. Sizin kiminiz orada? Mənim də həyat yoldaşımdır. 5 ildir öldüyü. Hüzur bulsun. Sağ olun. Siz tez-tez bura gəlirsiniz. Mən görürəm. Çox gözəl çiçəklik düzəltmisiniz. Adamın gözünü oxşayır. Qadın maraqla yerli xanıma baxıb soruşdu. Bu dibçəkləri bura siz mi qoyursunuz? Mən qoyuram. Görürəm ki, onsuz da 1-2 günə solub gedəcəklər. Ona görə də bura qoydum ki, bari siz onları vaxtında xilas edəsiniz. Acığınız tutmadı ki? Yox, niyə acığım tutsun ki? Sadəcə bir şeyi anlamaya çalışıram. Siz ki, onları əkməyəcəksiniz, niyə alırsınız? Nə bilim. Həm istəyirəm ki, yoldaşımın ruhunu necəsə şahid edeyim, həm də əkə bilmirəm, çünki məzarın üstü mərmərdəndir. Baxın, sizdə nə gözəl, məzarın üstü torpaqdır, siz də orada çiçək əkə bilirsiniz. Qadın dibçəkləri göstərib dedi. Sizə bir söz deyim mi? Əslində bunu siz də edə bilərsiniz. Çiçəkləri gətirən kimi dibçəkdən çıxardın, onları məzarın ətrafına əkin. Ora ki torpaqdır. Məzarın ətrafında da olsa, yenə də gözəl bir çiçəklik əmələ gələcək. Lap elə sabahdan belə elin. Eləmi? Doğru deyirsiniz. Bu heç mənim ağlıma gəlməmişdi. Çox sağ olun, mən sabahdan elə də edərəm. Ertəsi gün qadın yenə də məzarlıqda çiçəkləri sulayırdı ki, həmin yerli qadının velosipedlə məzarlığın tən ortasından keçən
Məzarlığı tən yarıya bölən kərpic yolla o başa doğru getdiyini gördü. Velosipedin önündəki, arxasındakı barmaqlıqlı baqajlar gülçəklə dolu idi. Həmin gündə müsəlman qadın məzarlıqda xeyli zaman keçirdi. Əkdiyini əkdi, suladığını suladı. Nəhayət öz işini bitirib evə dönürdü. O evə dönərkən həmin kərpic yola çıxıb geri boylandı. Yerli xanım hələ də o başda əyilib qalxır, yəqin ki, çiçək əkməklə məşğul olurdu. Aradan bir neçə gün keçmişdi. Qadın həmişəki kimi həyat yoldaşını ziyarətə gedirdi. O məzarlığa girəndə ətrafda məzarlığın işçilərindən başqa heç kim yox idi. Qadın nə fikirləşdisə, bu dəfə yolunu dəyişmədən düz yolla irəlilədi. Məzarlığın o başına doğru getdi. Hələ uzaqdan bir yığın beton məzar daşlarının arasında gözünə al-əlvan bir çiçəklik dəydi. Qadın o məzara doğru addımladı. Yaxınlaşanda gözü könlü sevindi. Yerli xanım ürəyinin tələbi və əlinin qabiliyyəti ilə yoldaşının məzarının ətrafını çiçəklərlə bəzəmiş, üstü ağır betonla örtülü bir məzarın ətrafında dövrə vuran gözəl bir çiçəklik əmələ gətirmişdi. Qadın gördüyü mənzərədən bir məmnunluq hiss edərək, üzündə təbəssüm bu mənzərəni seyr edirdi ki, arxadan bir səs eşitdi. Necədir? Sizcə bacarmışammı? Qadın dönüb qarşısında yerli xanımı gördü. Ona salam verdi. Salam, çox gözəl alınıb. İndi siz də bu çiçəklərə qulluq edə-edə həm özünüz bu işdən zövq alacaqsınız, həm də mərhumun ruhu şad olacaq. Doğru deyirsiniz. Hər şey üçün sağ olun. Sizə nə qədər təşəkkür eləsəm azdır. Dəyməz. Mən nə elədim ki? Siz zaten çiçək alırdınız. Əvvəl-axır çarəsini də tapacaqsınız. Elə deməyin, insan görə-görə öyrənir. Mən bura 5 ildir gəlib gedirəm. Ancaq sizi gördükdən sonra sizdən öyrəndim. Nəysə, hər ikisi huzur bulsun, huzur bulsun. Mən gedim, görüşərik. Qadın yerli xanımı orada qoyub doğma məzarın yanına qayıtdı. Ürəyində bir yüngüllük var idi. Sanki bir böyük savab işləmişdi. Plastik oturacağa oturub bu olanları həyat yoldaşına da danışdı. Bax, əzizim, insanlar müxtəlif millətlərə ayrılsalar da insan insandır. Hər kəs kimi bunların da ürəyində ayrılıq həsrəti, yoldaşa vəfa etibar varmış. Çünki insan insandır. Allah hər millətin ürəyinə mərhəmət, sevgi, bir-birinə bağlılıq kimi gözəl hisslərdən qoymuşdur. Bəlkə birinə az, birinə çox, ancaq mütləq hamısından bəxş etmişdir. Baxırsan ki, onlarla bizim bənzərliyimiz daha çox, fərqliyimiz daha azdır. Əgər dostluq axtarmaq istəsək, daha çox bənzərliyimizə diqqət eləməliyik. Yox, əgər məqsəd düşmənçilik axtarmaq olsa, o zaman o az fərqliyimiz də buna bəs edəcək. Allah hər millətin könlünə dostluq sevdası nəsib eləsin. Bura çox insanlar yatır. Ancaq bax, o qadın da evdə duruş tuta bilmir. 5 ildir bura həyat yoldaşının yanına gəlib gedir. O da sevgisini, vəfasını, etibarını bu gül çiçəklə bildirməyə çalışır. Ona başa saldığım, o da o başda bir çiçəklik saldı. İndi yəqin özü də sevinir, mərhumun da ruhu şad olar. Allah sənə qəni-qəni rəhmət eləsin, ay kişi. Məni qınama, sən olmayan evdə dura bilmirəm. Nə qədər həyatdayam, hər gün gəlməyə çalışacağam. Mənim də əyləncəm bundan sonra budur. Sənin gül bağçana qulluq eləmək, səninlə dərdləşmək, söhbət eləmək. Artıq başbeynini aparsam da, sən qüsuruma baxma. Sağlığında mənimlə çox mübahisə edərdin, höcətləşərdin. Təkcə dinləməyi bacarmazdın, kəm hövsələ idin. İndi bax, dinləməyi necə öyrəndin? Artıq nə höcətləşirsən, nə təsdiq edirsən, indi sadəcə dinləyirsən. Allah sənə rəhmət eləsin, ey mənim sadiq dostum, ən səmimi həmsöhbətim. Bilsən yerin necə görünür? Zaman keçir, hər şeydə eyni qaydada davam edirdi. Qadın hər gün məzarlığa gəlir, yoldaşının məzarına sarı getmədən yolun ortasında məzarlığın o başına boylanırdı. İndi hər yeri daşla, betonla, mərmər pillələrlə qalaqlanmış böyük bir məzarlığın ikicə yerində, bir məzarlığın lap o başında, bir də bu başında yaşıllığı, gülü çiçəyi ilə diqqət çəkən, göz oxşayan iki məzar var idi. Allah cəmi ölənlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Nur içində yatsınlar. Amin. Son. İnşallah növbəti 32-ci kitabda görüşmək ümidi ilə Allaha əmanət olun.